məzhəblər ortaya çıxartdılar ki, bu günlərim Şiə sünnini kafir hesab edir, sünni Şiəni kafir hesab edir. Kafir hesab eləmək artıq onun qanının halal olduğu mənasından gəlir. Onu müsəlman qəbristanlığına bastırmaq olmaz mənasından gəlir. Ki, sünni bütün səhabələri kulluhum udul deyirlər. Bütün səhabələrin ədalətli olduğunu deyirlər. Şiəli onların əksəriyyətini yox, böyük əksəriyyətini qəbul eləmir. Qəbul elədiyi 6-7 sahabə var. Digərlərini məsələn 200-lükdə, bəzilərini münafiqlikdə, bəzilərini kafirlikdə ittiham eləyir. Və bu ittiham elədiklərdən uyğun olaraq da onlar bir-birlərini məsələn təkfir eləyirlər. Bu doğru deyil axı. Quranda varmı? Halbuki Quranda deyir ki: "Və təsmu bihablillahi cəmiyan." Allahın ipindən hamılıqla birlikdə yapışın. "Və la tafarraqu" deyir. Firqələrə bölünməyin. Sonra Rum surəsinə baxdığınız zaman onların öz firqələrinə bölünüb, onlarla sevindikləri bildirilir. Yəni Allah bizdən bu günlərin firqələrə bölünmək, məzhəblərə bölünmək, təriqətlərə bölünmək Allahın buyruğuna zidd gələn bir hərəkətdir və böyük günahlardandır. Bu gün özünü Şiə, Sünni müxtəlif adlarla adlandıranlar əslində Allahın buyurduğu ada qarşı çıxır, Allahın buyruğuna etiraz eləyir və böyük bir günah iş görürlər. Məsələn, Quran-Kərimə yenə 22-ci surəsi var, Həcc surəsi. Həcc surəsinin 78-ci ayəsindən baxdığınız zaman Allah bizi müsəlman adlandırır. Yəni o sülh, əminamanlıq yolunun davamçısı adlandırır. Amma biz bu günləri nə edirik? Özümüzə məsələn biri Şiə deyir, Əhl-i-Beytin tərəfdarı deyir, biri Sünni deyir, peyğəmbərin yolu ilə gedənlər. Halbuki baxırıq ki, bir-birlərinə qarşı elə problemlər, elə ittihamlar səsləndirirlər ki, bunların bir araya gəlməsi belə absurd şəkildə olur.